Deyirlər ki, qırmızı Allah Teala tərəfindən qəbul olunmayan rəngdir. Hacı necə düşünür? Ümumiyyətlə, rənglərin qəbul olunub-olunmaması məsələsi bir qədər konkret məsələ deyil. Yəni, Allahın nəzərində hansısa rəngin qəbul olunmaması fikrini qəbul eləmirəm ümumiyyətlə. Əslində, hər hansı bir rəngi mənalı və mənasız edən insanlardır. Bəs onda niyə deyirlər ki, qırmızını şeytan sevir? Bu, bəzən şəriətimizdə qadınlarla bağlı belə bir məsələ var ki, diqqəti həddən artıq özünə cəlb etdiyinə görə bu rəngdə, al-əlvan rəngdə geyinməyə məsləhət görmürlər. Bu mənada deyilir. Amma rəngin özü şeytana məxsusdur, belə bir fikir yoxdur dinimizdə. Bəs sözün qırmızısına? Qırmızı sözü xoşlamıram ümumiyyətlə. Ümumiyyətlə, istənilən söz məncə ədəb çərçivəsində deyilməlidir və ədəbə riayət olunmalıdır. Tənqid də olunsa, hər hansı bir fikir ədəb çərçivəsindən kənara çıxmamalıdır. Bəzi insanlar var, deyir, mən sözün düzünü deyən adamam və istədiyi tərzdə qarşı tərəfi digər insanları ittiham eləyə bilir. Ona görə də qırmızı sözü mən şəxsən xoşlamıram və heç zaman da bu şəkildə davranmamışam heç kimlə.